Amin. Esselamu aleyküm ya şühedai vətən və bihəqqi hürməti surətin Fatiha mə'as sələvat. Allahümmə salli alə Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve lem yulad ve lem yekun lehu kufuvan ahad. Allahümme salli ala Muhammed ve ali Muhammed. İlahi rahmetullah. Allah bütün şehitlerimize rahmetin nazil eylesin. Salam əziz analar, əziz atalar və tədbirimizə təşrif buyuran qonaqlar. Həmişə olduğu kimi Azərbaycan xalqının başını uca eləyən, çiynindən ağır yükü götürən və 1905-ci ildən üzübəri olan soyqırımların hamısının qisasını alan igid, qəhrəman, şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqalıq sükutla yad eləyək. Allah cəm şəhidlərimizin məqamını uca eləsin. Bəli, bugün bizim Ağdamda 44 günlük müharibədə şəhid olan igid, qəhrəman Elçin qardaşımızın timsalında bütün şəhidlərimizin hamısının məqamı uca olsun. Və bugün bizim axırıncı şəhidimizin anım gününə yığışmışıq və bugün həmişə biz həm qürurla və həm də kədərlə qeyd edirik. Qürurla qeyd edirik ki, bayaq qeyd elədim, bizim Azərbaycanımızın ərazi bütövlüyü tam təmin olundu. Qürurla qeyd edirik ki, Azərbaycanımızın kişilərinin artıq bir bayramı da var. 20-ci ilə qədər biz Azərbaycan kişilərinin bayramı yox idi. Çünki bizim torpaqlarımız düşmən taxtaq altında idi. Artıq bizim kişilərin bayramı zəfər günüdür. Zəfər günü qeyd edirik. Bax bu oğulların sayəsində. Şəhidlərimizin, qazilərimizin, bizim ordumuzun sayəsində və güclü sərkərdəmizin sayəsində. Mən bu günlərin burada iştirak edən əziz şəhid analarımıza, şəhid atalarımıza hamısına Allahdan səbir diləyirəm. Və onu da qeyd edirəm ki, bizim bugünkü tədbirimizdə şəhidimizin anım günündə Bərdədən, Ağcabəddən bizim şəhid analarımız, şəhid bacılarımız, şəhid qardaşlarımız və şəhid atalarımız bu günlərin burada iştirak edir. Mən Azərbaycanımızın elə bir ola bilər ki, bəzi bölgələrində olmamışam, amma bizə yaxın olan yerlərdə, şəhid tədbirlərində olanda mən onların ev muzeyinə gedirəm. Orada bütün Azərbaycan bütün bölgələrində olan şəhidlərimizin hamısının şəkilləri orada həkk olunur. Mən bu yaxınlarda Hind arxında şəhid Polad qardaşımızın ev muzeyində oldum və anım gününə dəvət almışdım. Orada bizim Ağdam şəhidlərinin şəklini görəndə mən həqiqətən qürurlandım. Çünki elin o başı bu başı olmur. Bizim şəhidlərimiz İstər Ağcabəddə olsun, istər Bərdədə olsun, istər Mingəçevirdə olsun, hansı bölgədə olur olsun, hamısı bizim şəhidimiz. Çünki onlar hər biri döyüşə atılanda deməyiblər ki, mən Ağdamlanam, mən Füzulidə nə işim var. Onların bir amalı olub ki, Azərbaycanımızın ərazi bütövlüyü təmin olunsun. Və hər biri də vətəni anasından,
bacısından, atasından, yoldaşından, övladından əziz bilib gedib hamısı. Onların bizə əmanət qoyduqlarına biz də gəlin sahib çıxaq. Həmişə onları qürurla gedək, yad eləyək. Onların bir stəkan çayını içib onların dərdinə şərik olaq. Bizim onların evinə gedib bir stəkan çayını içməyimiz onların yarasına balaca məlhəm olur. Ki, mənim qapımı açan var. Və bu günlərin burada bizim tədbirimizdə şəhid ailələrin İşləri üzrə Şöbə Müdürünün müavini Elmi müəllim başda olmaqla bizim həmişə bütün tədbirlərimizdə və şəhidlərimizi həmişə bizim gələcək nəsilə tanıtdıran Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyinin rəhbəri Sahib müəllim iştirak edir. İsmail Bəyli Bağmanlar icra nümayəndəsi kollektivi ilə burada iştirak edir. O cümlədən 146 sayılı tam orta məktəbinin müəllim şagird kollektivi iştirak edir. Və Bərdədən bizim şəhid atalarımız, şəhid analarımız gəlib. Onların hər birinə təşəkkür edirik. Ağcabəddən bizim şəhid bacımız və şəhid qardaşımız təşrif buyurubdur. Hər birinə can sağlığı arzulayıram. Bizim hər birimiz qürurla danışırıq. Niyə? Çünki bu oğullar bizə o sevinci bəxş eləyiblər. Və bu günlərin burada bizim Azərbaycanımızın bütün bölgələrindən şəhid analarımız təşrif buyurub. Mən onların hər birinin qarşısında baş əyirəm və hər birinə də Allahdan səbir diləyirəm. Və mən istərdim şəhidimizin döyüş yolundan danışmaq üçün sözü Elmi müəllimə verin. Buyurun Elmi müəllim. Hörmətli tədbir iştirakçıları, əziz və dəyərli şəhid ailələri. Bugün yenə də bizim üçün qürur mənbəyi, qürur yerimiz olan Şəhidlər Xiyabanında, müqəddəs yerdə şəhidlərimizdən biri, Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri Quliyev Elçin Rövşənoğlu'nun anım gününə toplaşmışıq. Quliyev Elçin Rövşənoğlu Ağdam rayonunun İsmail Bəyli kəndindən məcburi köçkün kimi dünyaya göz açmış və o ailəsi ilə birlikdə məcburi köçkündən sonra Bərdə rayonunda məskunlaşmış və həmin Bərdə rayonunda da orta məktəbini 1998-2009-cu illər ərzində başa vurmuş. 2010-cu ildən isə o müddətli hərbi xidmət qulluqçusu kimi xidmət eləməyə başlamışdır. O hərbi xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qayıtmış. 2017-ci ildə o hərbi xidmətini müddətdən artıq hərbi xidmət qulluqçusu kimi davam etdirmişdir. 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda, dövlətimizin ərazi bütövlüyü, suverenliyi uğrunda başlanılan Xaç savaşında iştirak etmiş digər qəhrəman şəhidlərimiz kimi o da döyüşlərdə iştirak etmiş. O döyüşlərin Suqovuşan istiqamətində aparmış və orada 1444 metr yüksəklikdə olan düşmənin elə bil ki, bazasının dağıdılmasında xüsusi süzarətlər, qəhrəmanlıqlar göstərmişdir. O düşmənin onlarla canlı qüvvəsinin məhv olmasında xüsusi süzarətlər göstərərək həmin dövrdə, yəni sentyabr ayının 29-da qəhrəmanlıq və şəhadət zirvəsinə ucalmışdır. O ölümündən sonra bir müddət sonra tapılmış və Ağdam Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Onun 44 günlük Vətən müharibəsində göstərdiyi süzarətlər ölkə rəhbərliyi tərəfindən Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən qiymətləndirilmiş və Cənab Prezidentin müvafiq sərəncamları ilə, ölümündən sonra Vətən uğrunda medalı ilə, Cəsur Döyüşçü medalı ilə və Suqovuşanın azad olmasına görə medalları ilə təltif olunmuşdur. Bizim qəhrəman şəhidimiz Quliyev Elçin Rövşənoğlu ailəli idi. Onun müharibədə iştirak edən zaman 2 qız övladı var idi. O ölümündən sonra onun daha bir övladı, oğlu Yusif dünyaya göz açmışdır. Bugün biz bilməliyik ki, hər bir qəhrəman şəhidimizin övladı
övladları bizim üçün əmanətdir. Onlar bizim hər birimizin başımızın tacıdır. Biz müqəddəs şəhidlərimizi anarkən həmişə bilməliyik ki, onların valideynləri, onların ataları, onların anaları, onların övladları bizim üçün əmanətdir. Biz onları hər dəfə görəndə, onların qarşısında duranda biz bilməliyik ki, onların qarşısında necə bir dövlətdə, sağlam bir dövlətdə o həmin şəhid analardan, şəhid ataların qarşısında dururuqsa, bunu biz qəhrəman şəhidlərimizə borcluyuq. Bugün günü-gündən çiçəklənən Qarabağımızda quruculuq, abadlıq işləri görülür. Bəli, bugün şəhidlərimizin övladları orada təhsil ocaqlarında təhsil alacaqlar. Orada qrup yaradacaqlar. Bəli, onlar öz atalarının adlarına layiq övlad olacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Rövşən hanım, Allah sizə şəfa versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O cümlədən bizim Rövşən qardaşımız. Mən heç vaxt istəmərəm ki, şəhid anaları, şəhid ataları, bax, qəhrəman şəhidləri üçün nətər deyim, acı çəkməsin. Çünki sizin övladlarınız, siz acı çəkməyiniz üçün şəhid olmayın. Onlar vətən uğrunda, xalq uğrunda şəhid olur. Sizin həmişə başınız ucu olmalıdır. Allah bütün şəhidlərin, valideynlərin canı sağ eləsin. Mən bir haşiyə çıxmaq istəyirəm. Bizim qəhrəman şəhidlərimizdən, müəllim qəhrəman şəhidlərimizdən biri Qəmbərov Mədət Əzimoğlu, oğlunun atası Əzim kişiyə də Allahdan buradan şəfa diləyirəm. Allah heç bir şəhid anasını, atasını nətər deməyib, belə sınağa çəkməsin, sağlamlığı ilə sınağa çəkməsin. Çünki onlar şəhidlərin adlarını yaşadan ən böyük qüvvədirlər. Ana atadılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sağ olun. Ordumuz əks hücuma keçəndə onların hər birinin sinəsində Azərbaycan bayrağı olur. Hər biri çox böyük bir həvəslə, heç kəs bunları nə məcbur aparmamışdı, nə də özləri məcbur getməmişdi. Hamısı könüllü getmişdi. Həmişə də bu arzu ilə, bu istəklə gediblər ki, ayağımızı hansı torpağa qoysaq, ora ola bilər ki, qarşıda biz şəhid olarıq, o arzumuza çata bilmərik. Bayraq sancaq. Və biz həmişə təmas xəttindən keçəndə Ağdam, Qaradağlı yolu, oradan dağlara baxırdıq. Deyirdik ki, orada bir dağ var uzaqda. O dağ bizim dağımızdır. Getməsək də, gəlməsək də o dağ bizim dağımızdır. Amma gedə bilmirdik. Həsrətlə baxırdıq. Baxırdıq birdən yüksək bir yerə çıxırdıq. Baxırdıq ki, bizim evlərin cəsədi qalıb. Ona baxırdıq, deyirdik ki, orada bir ev var uzaqda. O ev bizim evimizdir. Yatmasaq da, durmasaq da o ev bizim evimizdir. Həsrətlə baxırdıq. Amma bu günlərim o həsrətə son qoyan igid qəhrəman oğullarımız bizə o həsrətə son qoydu. Artıq o dağılmış evlərimiz, yurtlarımız, qəbirstanlıqlarımız hamısı bu günlərim abadlaşır. Ağdamımız gözəlləşir. Daha da gözəlləşəcək. Xankəndimiz, Xocalımız, hansı ki bizim sinəmizdə onun dağı var. Xocalı yarası. Oralar gözəlləşir. Hamısı insanla bu günlərim hamısı orada gözəlləşibdir. Və həmişə də gözəlləşəcək. Çünki bu oğulların bir amalı olub. Bir amalı olub ki, Azərbaycanımız, Qarabağımız artıq bütövləşsin. Artıq bizim qarşımızda bir yol var. Zəngəzur. Onu da cənab prezidentimiz siyasi yolla, siyasətlə onu həll eləyəcək. İnşallah bir güllə atılmadan, bizim şəhidimiz olmadan o məsələmiz də həll olunacaq. Allah bütün şəhidlərimizin məqamını uca eləsin. Və bir daha deyirəm, onların amalı Qarabağımıza bayraq sancmaq.
hansısa bir bölgəmizə. Müsəlləh əskərəm, eşitsin yağı. Siləcəm sinəmdən bu çarpaz dağı. Əlimə alaraq o al bayrağı bütün varlığımla hayqıracağam. O yurda bayrağı mən taxacağam. Nə düşmən sevinsin, nə yağı dinsin. Görsün qüdrətimi, həddini bilsin. Hayıma hay verən hayıma gəlsin. Dünyanın özünə hay salacağam. O yurda bayrağı mən taxacağam. Güləcək Qarabağ, gedəcək Qubar. Yol gözlər, göyçəmiz gözdə intizar. Azərbaycan əskəriyəm, qarşımda hələ yolum var. Əriməz buzları sındıracağam. Ağdamdan Şuşaya yol açacağam. Azərbaycan boyda toy quracağam. O yurda bayrağı mən taxacağam. Bəli, Azərbaycanımız artıq toy-büsad içindədir. Bu şəhidlərimizin sayəsində. Azərbaycan artıq zəfər günün qeyd eləyir. Bizim bu şəhidlərimizin sayəsində. Hər bir şairlərimiz də indi artıq zəfər şeir yazır, qələbə şeir yazır. Onlara da mahnı bəstələyirlər. İgidlik, qəhrəmanlıq. Bizim Həzəslanovumuz olub. Topçubaşovumuz olub. Bizim igid qəhrəmanlarımız olub. Onların davamçılarıdır. Hər bir şəhidimizin atası 1-ci Qarabağ müharibəsinin qazisidir. Bu bizim üçün fəxrdir. O evdə böyüyüblər. O evdə Qarabağı görməmişdilər. Amma Qarabağı elə bir tanıtdırıblar ki, onların ataları onlara o Qarabağ haqqında və döyüş yolundan danışıblar. Bizim Allahverdimiz olub, bizim Can Poladımız olub, bizim igid qəhrəman və həmişə də qürurla adını çəkirik Şirin Mirzəyevimiz olub, Ala Yaqubumuz olub, bizim igid qəhrəmanlarımız olub. Bunlar da onların davamçılarıdır. Mən çox danışmaq istəmirəm, amma adamın ürəyi doludur, danışmaq istəyir. Amma sizin hər birinizdən yenə deyirəm, siz bizim hamımızın qürur yerimizsiniz, qürur mənbəyimizsiniz. Bir şəhidimizin atasının ayağına bir daş dəyən kimi hamı yığışır, bütün şəhid ailələri, o cümlədən idarə müəssisə rəhbərləri yığışırlar, onun ziyarətinə gedirlər. Bu bizim üçün qürur vericidir. Bizim hansısa bir şəhidimizin atası əməliyyat olanda hər bir kəs onun yanında olur. Bu bizim qürur vericiliyimizdir. Bizim fəxrimizdir. Bu günlərim Elçin qardaşımızın övladları balacadılar hələ. Onlar böyüdükcə dərk eləyəcəklər ki, onların ataları qəhrəmandır. Qəhrəman da olub. Bir tarix müəllimin bir sözü mənim yadıma düşür. Tarix dərsindən 2 alanlar bu günlərim özləri tarix yazdılar. Tarix yazdılar. Öz qanları, canları bahasına. Elçin qardaşımızın timsalında hansı ki evladı olan şəhidlərimizin övladları məktəbə gedib təhsil alanda onlar artıq biləcəklər ki, ataları qəhrəmandır. Fəxr eləyəcəklər. Sizin atanız qəhrəmandır. Mən də Allahdan arzu eləyirəm, atanızın adına layiq böyüyəsiniz. Böyüyəsiniz. Və böyüyüb ali məktəbə girəsiniz. Onda atanızın ruhu şad olacaq. Atanızın timsalında bütün şəhidlərimizin ruhu şad olacaq. Çünki sizin hər bir uğurunuzda bizim şəhidlərimizin hər birinin əməyi var. Bugün hərbiyə yola saldığımız uşaqlarımız gedib, onların bizə əmanət qoyduğu torpaqlarda gedib qulluq edirlər. Bizim hər birimizin bu fəxrimizdir. Biz də o torpaqlarımızı qanımız, canımız bahasına qorumalıyıq. Necə ki, bu qəhrəman oğullarımız qanı, canı bahasına torpaqlarımızı bizə qaytarıblar. Biz də onun qədrini bilməliyik. Bu günlərim 78 sayılı tam orta məktəbin müəllim şagird kollektivi iştirak edirlər. Buyursunlar indi onları dinləyək. Asta bas
qalsın o torpağa. Orada şəhid nəfəsi var. Qan qarışmış o palçıqda, sönmüş şəhid həvəsi var. Qurban olum yavaş gəzin, o dağlarda, o daşlarda, qara şallı bir ananın dağlar boyda yarası var. İgid elçinimlə hər an qoşasan. Sən elə Ağdamsan, elə Şuşasan. Can fəda etdin ki, vətən yaşasın. Bayrağa bürünüb ötən şəhidim. Torpağa qan səpdin, torpaq oyandı. Qanın çəkləndi, bu necə qandı? Yazdın ki, Qarabağ Azərbaycandır. Sən elə vətənsən, vətən şəhidim. Şəklinə baxıram, baxışın sonsuz, ürəkdə doğmalıq yaradır şəhid. Gözlərin gecəyə nur salan ulduz, saçın gecələrdən qaradır şəhid. Gedərək anana necə qıymısan, bacını meydanda tənha qoymusan. Vətəni hər kəsdən əziz saymısan, hər şey vətəndən sonradır şəhid. Demirsən qoxuna həsrət qalan var, o evdə hey səni yada salan var. Vətənə əmanət 3 balan var, dərdin ürəklərdə yaradır şəhid. Ananın qalmayıb tabu canı da, hər günü şəhidlər xiyabanında. Az qalıb uyusun sənin yanında, daha onun evi oradır şəhid. Tanrım uca tutur şəhid xətrini, şəhidə bəxş edib cənnət ətrini. Sənə həsr etdiyim şeirin sətrini, ruhun toxunaraq daradı şəhid. Sağ olun kızım. Sağ olun. Bəli, bizim ziyarətimizə, şəhidlərimizin ziyarətinə bizim canlı şahidlərimiz, igid qəhrəmanlarımız, qazi qardaşlarımız bu günlərim gəliblər. Mən onların hər birinin qarşısında baş əyirəm. Allah onların canlarını sağ eləsin. Onlar bizə şəhidlərimizin əmanətidir. Bax, bu oğulları, neçə oğullarımızı döyüş meydanından çıxardan oğullarımızdır bunlar. Bunların hər biri bizim üçün milli qəhrəmandır. Hər biri. Çünki onların hər birinin Qarabağda bir əza qoyub gəliblər. Hər biri bir əzasını Qarabağa qoyub gəlib. Ona görə də onlar o torpağı bizə vətən deyiblər. Bax, onların sayəsində, bu oğulların sayəsində ora bizim vətənimizdir. Çünki onların qanı tökülüb ora. Allah hər birinizə şəfa versin. Gəldiyiniz üçün sizə böyük təşəkkürümüzü bildiririk. Bərdədən bugünkü tədbirimizə təşrif buyurmusunuz, əziyyət çəkmisiniz. Allah sizləri var eləsin. İstərdim sözü rayonumuzun axunduna vereyim. Buyursun, şəhidlərimizin ruhuna dua oxusun. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Azizil hakim. Ve yuallimuhumul kitâbe dalâlim mubîn. Hakim. Zâlike lut-Tevrâde sümme lânetenâ lehvenin faddu. Amin, amin ya Rabbel alemin. Mağfurul melm hazel şehid İçimin ruşen ve cem şuhadayı vətən ve bi hak bu hürmeti suret. Fatiha ma'as salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya rahmetullah. Allah Celle Celaluhu yaradan mərhum şəhidimiz Elçin Rövşənoğlu'nun timsalında bütün şəhidlərimizə rəhmətin nazil etsin. Allah qəbirlərin ilahi nuruna nura qərq eləsin. Allah Teala onlar uzaqlığı bayrağımızı daim olaraq zirvələrdən dalğalansın. Allah qazilərimizi, igid döyüşçülərimizə, başda Ali Başkomandan Cənab Füzun olmağına, xalqımıza xoş günlər nəsib etsin. Allah hər birinizin gələn qədəmlərinizi savab nədir. Rayon İcra Hakimi Cənab Başçı Vaqif Həsənova və burada iştirak edən hər birinizə təşəkkür edirik. Şəhidlərimizin ta əvvəldən Fırlı şəhidimizə qədər hər birinin ziyarətinə ümumən cəmaatımız qədəm atdı.
ve bu cürde olmalıdır. Allah bir daha şehitlerimize rahmet, gazilerimize şifa, igid döyüşçülerimize hoş günler nasip etsin. Allah bayrağımızı daim olarak zirvelerden dalgalansın. Amin, amin ya Rabbel alemin. Allahümme salli ala Muhammed ve ali Muhammed.